Sahiheyndə gələn hədisdə, Buxari və Müslimdə gələn hədisdə Səhl ibn Sa'd radiyallahu anhudan gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurur. La yazalun nasu bi xeyrin ma accalu el-fitr. İnsanlar deyir, iftarı tezləşdirdikləri müddətcə xeyir üzərində olacaqlar. Bax, biz bayaq neynədik? 32, dedim uşaq, 32 olan kimi dərhal açdıq. 32 hansı vaxtı? Günəşin batma vaxtı. Günəşin batma vaxtı. Yəni, günəş batan kimi məğrib namazı girir, oruç tutanlar da iftarını açmağı vaxtı başlayır. Ən xeyirli vaxt, ən düzgün vaxt həmən vaxtı iftar eləməkdir. Ona görə bax, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Buxaridə gələn hədisdir. İnsanlar iftarı tezləşdirdikləri müddətcə, yəni ilk vaxtında açdıqları müddətcə xeyir üzərində olacaqlar. Burada Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə tabiçilik var. Peyğəmbərə tabiçilik var burada. Peyğəmbər sallallahu aleyhi və səlləm bu cür edib. Günəş batan kimi iftarını açıb. Amma kim ki vaxtı uzadarsa, deyər hələ qoy gözlüyüm, qoy biraz vaxt da keçsin, hətta ulduzlar da çıxsın və s. Burada nə var? Burada həddi aşıb qulub etmək var. Və bu da Yahudi və Nəsranilərin əlamətləridir. Çünki deyir, Yahudi və Nəsranilərin əməllərindəndir bu. Əbu Davudda gəlir ki, Yahudi və Nəsranilər oruç açmağı gecikdirərdilər. Onlar da oruç tutub. Yəni, çünki Allah Azze və Celle bütün insanlara yaradıb, bütün insanlara peyğəmbərlər göndərib, Yahudilərə də göndərib, digərlərinə də göndərib. Amma onlar öz peyğəmbərlərinə müxalif olublar. İndi də məsəl üçün, müsəlmanların da içərisində eləsi var ki, günəş batır, 15 dəqiqə sonra deyir, iftarı aç. Gecikdirirlər vaxtı. Bu, Yahudi və Nəsraniləri təqlid etməkdir. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə riayət etmək nədir? Günəş batdı, orucu açırsan. Bax, digər bir hədis. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, La yazalu ümmeti ala sünneti ma lam tentazir bi fitriha en-nucum. Mənim ümmətim fitr eləmək üçün, yəni iftar etmək üçün ulduzları gözləmədiyi müddətcə mənim sünnətim üzərə olacaqlar. Bax, açıq aydın hədisdir. Yəni, iftar nə zamandır, qardaşlar? Hələ ulduzlar çıxmayıb. Sadəcə günəş batıb, günəşin batması mücərrəd iftarın vaxtıdır. Və eyni zamanda məğrib namazının vaxtıdır. Ona görə kim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə riayət etmək istəyir, günəşin batma vaxtını öyrənsin. Bax, o iftar zamanıdır. Günəş batan an artıq sən iftarını aça bilərsən. Ömər ibn-i-Xattab radiyallahu anhudan gələn hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İdə əqbələl-leylu minhə hunə. Gecə deyir, bu tərəfdəndir, gəldikdə və ədbərən-nəhəru minhə hunə və gündüz də buradan getdikdə və qarabətiş-şəmsu fəqad əftərəs-saim. Günəş də batdığı zaman oruç tutan iftarını açmışdır. Yəni, bax, üç dənə burada əlaməti Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir. Şərq tərəfi göstərək deyir ki, qaranlıq bax buradan gəldikdə, qərb tərəfi də göstərək deyir ki, gündüz də bax oradan getdikdə, günəş də batdıqda oruç tutan iftarını açmışdır. Yəni günəş, bu şey günəş batana yaxın başlayır. Qaranlıq oradan gəlir, artıq baxırsan ki, parıltı da buradan yavaş-yavaş itir. Günəş də itən kimi, günəş batan kimi oruç tutan iftarını açmışdır. Bu hədis harada gəlir? Buxaridə. Sahih Buxaridə gələn hədisdir. Ömər ibn-i-Xattab da rəvayət eləyib.